Azərbaycan turizm xəritəsini genişləndirir. 2026-2030-cu illəri əhatə edən dövlət proqramı ilə 34 ölkənin vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi nəzərdə tutulur. Your experience about Baku, just talk. 完美的城市可以说是，首先呢，进入这个城市的第一反应就是。 Əslində, Azərbaycana gəlməkdən bir qədər narahat idim. Çünki viza prosedurunun və bütün sənədləşmə işlərinin çox çətin olacağını düşünürdüm. Amma bura gələndə gördüm ki, heç də gözlədiyim qədər çətin deyilmiş. Əslində, bütün proses düşündüyümdən daha asan oldu. İndi isə bu imkan bir çox turist üçün daha əlçatandır. Çünki artıq 34 ölkədə vizasız gidiş-gəliş rejiminin tətbiqi nəzərdə tutulur. Viza imkanlarının artırılması məqsədi ilə dövlət proqramında 4 əsas tədbir müəyyən edilib. Birincisi, vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının 34-ə çatdırılmasıdır. İkincisi, gəlmə turizmi məqsədi ilə çoxdəfəlik elektron vizaların verilməsinin təmin edilməsidir. Üçüncüsü, elektron və sərhəddə viza rejimi tətbiq olunan ölkələrin sayının artırılmasıdır. Dördüncüsü isə yeni rəqəmsal köçəri viza alt növünün təsis edilməsidir. Vizasız rejimlə yanaşı, uçuş imkanlarının genişləndirilməsi də turist axınının artmasına təsir edə bilər. Uçuşların əlverişli hala gətirilməsi və viza ilə paralel olaraq bu məsələlərin olması da gələcəkdə həmin istiqamətlərdən Azərbaycana turistlərin sayına təsir edə bilər. Bu proqramda da qeyd olunduğu kimi 2030-cu ilə qədər məhz 4 milyona qədər turistin Azərbaycana gəlməsi çox realdır və bu addımlar paralel olaraq atılarsa, biz lazım olan hədəfə çata bilərik. Proses çox rahat oldu. Viza ilə bağlı heç bir problem yaşamadıq. Sadəcə elektron viza üçün müraciət etdik və onu səfərimizdən 10 gün əvvəl aldıq. Gözlədiyimdən daha asan oldu. Hər şey rahat idi. Azərbaycana, Bakıya gəlməkdə heç bir çətinlik yaşamadım. Düşünürəm ki, bütün dostlarıma və ailəmə də buraya gəlməyi və Azərbaycanı kəşf etməyi tövsiyə edəcəm. Almaniya vətəndaşlarının bura gəlməsi üçün viza almaq kifayət qədər asandır. Biz aviabilet aldıq və Frankfurtdan birbaşa Bakıya uçduq. Turistlər üçün asan giriş sadəcə başlanğıcdır. Əsas məsələ onların ölkədən hansı təcrübələr və təəssüratla ayrılacağıdır. İnsanlar burada çox nəzakətli və çox qonaqpərvərdilər. Burada çox məşhur tarixi hadisələr baş verib və ziyarət etmək üçün çox maraqlı məkanlar var. Görünən odur ki, Azərbaycana asanlıqla gəlsələr də buranın sözün yaxşı anlamında çətinliklə tərk edirlər. Çünki onların yaddaşında təkcə xoş xatirələr deyil, ölkəmizə olan sevgi də qalır. Elmira Ağayeva, Emin Yaşaroğlu, Vüsal Məmmədzadə, ASTV Xəbər.